Salam uşaqlar, bugünkü dərsimiz 1-ci qrup fizikadan 20 sınaq imtahanı olan kitabçamızdan testlərin həllidir. Birinci sınağımızdan başlayaq. Sükunət vəziyyətindən hərəkətə başlayan velosipedçi düz xətli bərabər yeyinləşən hərəkət edərək 120 metr məsafə qət edir. Sərf olunan zamanın ikinci yarısında gedilən yolu hesablayın. Sükunət vəziyyətindən verilmişdirsə yazarıq bura V0 bərabərdir 0. Ümumi yolumuz S ümumimiz 120 metrdir. Zamanın ikinci yarısında gedilən yol istəyir. Biz qaydamızı bilirik ki, bərabər təcillər hərəkətdə zamanın birinci yarısında, yəni T1 bərabərdir T ümumi bölünsün 2. Birinci yarısında gedilən yol S1 yazırıq. Ümumi yolun 4/1 hissəsinə bərabərdir S ümumi. O da bərabərdir 120. Buradan 120 vurulsun 4/1 bərabərdir. Taparıq buradan 30 metr. Deməli zamanın birinci yarısında 30 metr yol getmişdir. Onda zamanın ikinci yarısında S2 yazırıq. S2 bərabərdir 4/3 S ümumi qədər yol gedər. O da bərabərdir 4/3 vurulsun 120. Eləyər 90 metr. Salam uşaqlar, bugünkü dərsimiz 1-ci qrup fizikadan 20 sınaq imtahanı olan kitabçamızdan testlərin həllidir. Birinci sınağımızdan başlayaq. Sükunət vəziyyətindən hərəkətə başlayan velosipedçi düz xətli bərabər yeyinləşən hərəkət edərək 120 metr məsafə qət edir. Sərf olunan zamanın ikinci yarısında gedilən yolu hesablayın. Sükunət vəziyyətindən verilmişdirsə yazarıq bura V0 bərabərdir 0. Ümumi yolumuz S ümumimiz 120 metrdir. Zamanın ikinci yarısında gedilən yol istəyir. Biz qaydamızı bilirik ki, bərabər təcillər hərəkətdə zamanın birinci yarısında, yəni T1 bərabərdir T ümumi bölünsün 2. Birinci yarısında gedilən yol S1 yazırıq. Ümumi yolun 4/1 hissəsinə bərabərdir S ümumi. O da bərabərdir 120. Buradan 120 vurulsun 4/1 bərabərdir. Taparıq buradan 30 metr. Deməli zamanın birinci yarısında 30 metr yol getmişdir. Onda zamanın ikinci yarısında S2 yazırıq. S2 bərabərdir 4/3 S ümumi qədər yol gedər. O da bərabərdir 4/3 vurulsun 120. Eləyər 90 metr.